Sağ ol aziz futbol araştırmaları. Fransa'nın paytaxtı Paris şəhərindən bütün Azərbaycanlılara, futbol araştırmalarına herkese salamlar. Bugün bildiğiniz kimi Fransa yığma komandası Azərbaycan yığma komandasına karşı oynuyor. Paris şəhərində Parc des Princes stadionunda, bura Paris Saint-Germain stadionudur. Biz de bugün Azərbaycana dəstək oluruq. Bugün səhər gəlmişik bura Paris şəhərinə, yoldaşımla mən. O mənə bugün kömək olacaq, videonu çəkəcək. Çox sevinirik ki, bir Azərbaycanlı olaraq biz Almanyadan gəlmişik, neçə 100 kilometr yol gəlmişik. Azərbaycana dəstək oluruq. İnşallah bugün bilmək olmaz, bəlkə Azərbaycan məğlub olmayacaq, heç oynaya bilər, hər şey ola bilər. Heç kim bilməzdi ki, Qarabağ Benfica'ya qarşı qalib gələcək. Yəni futbol belədir, bilmək olmaz. Yəni, biz Almanyadan gəlmişik, Almanyada yaşayırıq. Bütün Azərbaycanlılardan dəstək gözləyirəm. Mənim YouTube kanalıma abunə olasınız. Burada arkada gördüyünüz kimi futbolçuların şəkilləri var. Belə yekə plakatlardır. Kylian Mbappe, gördüyünüz ki, Rabiot, o tarafta Theo Hernandez, Kone. Bura Paris Saint-Germain stadionudur. İndi hələ oyunun başlamağına çox var. İndi saat 6'ya qalıb. Oyun 9-15 dəqiqə qalmış olacaq. Yəni Avropa vaxtı ilə, Fransa vaxtı ilə. Çox gözəl şəhərdir. Türklər demişlər kalabalıqdır, millət doludur. 10 kilometrlik yolu 50 dəqiqə yol getmişik. Faşlı Bakıdakı kimidir. Dəhşət, maşınlar dolu, millət dolu. Belə biz gəzdik biraz şəhəri. Eyfel Gülləsinin yanında şəkil zat çəkdirdik. İndi də gəlmişik Azərbaycana dəstək olmağa. Görək nə olacaq bugün. Mənim fikrimcə Fransa bugün qalib gələcək, o sözsüz. Çünki evdə oynayırlar. Azərbaycan axırıncı oyunları çox elə də yaxşı oynamayıb. Görək də bilmək olmaz. Yəni heç olmasa bir xalq. Yəni mənim adım Orxandır. Fußballking. Mən Almanyada yaşayıram. Mən YouTube-la məşğul oluram. Hardasa 2 ildir. Bu mənim YouTube kanalımın, yəni mənim logomdur, Fußballking. Bütün Azərbaycanlılardan dəstək gözləyirəm. Kanalıma abunə olasınız. Yəni YouTube-da, Instagramda. Biz də burada yəni göstərək ki, Almanyada, Avropada biz də bunu bacarırıq. Belə birazdan oyun başlayacaq, amma mən həmişəki kimi stadionların qabağında həmişə oyunlar keçirdirəm, challenge eləyirəm. Yəni iştirakçılar hədiyyələr qazana bilərlər, ya pul qazanırlar. Bugün də fikrim odur ki, Azərbaycanlı azərkeşlərlə burada stadion qabağında challenge eləyək. Həm bizə xoş olar, həm azərkeşlərə, həm də Azərbaycanlarla tanış olarıq. Challenge-dən sonra stadiondan əlbəttə ki, çəkiliş aparacaq. Bu dəfə Azərbaycan dilində olacaq. Yalnız sizlər üçün, Azərbaycan azərkeşləri üçün. Hələlik dostlar. Burada fan artikellər satırlar. Yəni şey də var, şal da var. Fransa, Azərbaycan. Biz mütləq, mən hər stadiona gedəndə çalışıram ki, bir dənə şal həmişə yadigar alım. İndi biz də birini alırıq. Gördüyünüz kimi orada Fransa, Azərbaycan şalından. Hello. Aynı please. Fransa, Azərbaycan. Yes. Fransız dilində danışıram mən, İngilis dilində də. Just one? Yes. One. Only one. Mit kartı. Gördüğünüz gibi Visa kartını ödüyoruz. Western Union. Okay. Thank you very much. Aldık bayrağımızı. Çok güzel şaldı. Çok güzeldi. Bakın. Azerbaycan. Fransa, Azerbaycan. Qurban olam öz Azərbaycanıma. Mən çox fəxr edirəm ki, mən Azərbaycanlıyam. İndi bir daha ora 11 metrə vururuq, qol vururuq. Görə vura biləcəyik. Mən vursam deməli Azərbaycan bu ümida qol vuracaq. Aha, vurdum. Gördün? Fußballking. Nereye gidib? Bir dənə də şal aldım özümə. Yadigar qalsın. Həmişə çalışıram ki, stadionlara gedəndə bir dənə şal alım. Yığıram şalları. Top da həmişə yanımda. Fußballking. Görək də bir dənə Mbappe bunun üstünə qol çəksə əla olar.
Sizi həyat yoldaşımla tanış edeyim. İlkayna xanım. İlkayna necəsən? Bonjour. Bonjour. Biz fransız dilində yaxşı bilmirik. Bir-iki dənə söz bilirik də. Bu gün səhər gəlmişik Parisə. Səhər tezdən 5-də durduq. Poyuza mindik Frankfurtdan. Hardasa 4 saat yol gəlmişik. Parisin vağzalına, oradan da taksi ilə sonra otelə getdik, biraz şəhəri gəzdik. Vallahi çox sevinirik. İndi görək də nə olacaq. Azərbaycan 1-1 eləyəcək. 1-1, hə. İlkana deyir ki 1-1 oynayacaqlar. Mənə elə gəl. Mən deyirəm 5-0 ya da 5-1. İndi görək də Mahir Əmrəli bir dənə qol vursa yaxşı olar. İnşallah. Elə. İndi biz Azərbaycanlıları axtarırıq. Görək burada Azərbaycanlılar hardadır. Oyun keçirdirəm, yəni azərkeşlərlə. Yəni hədiyyə ya belə kiçik pul məbləği qazana bilərlər. Yəni YouTube-da mənim kanalıma baxsınız, orada görəcəksiniz. Videolar var. Belə şəhərlərdə, stadionların qabaqlarında oyun keçirdim. Amma burada var Paris Saint-Germain'in dükanıdır. Yəni idman malları Paris Saint-Germain. Paris Live Out Stadion. Paris'ten canlı. Hörmətli tamaşaçılar, axır ki Azərbaycanlılara rast gəldim burada stadionun qabağında. Hələ oyun başlamağına hardasa 1 saat 45 dəqiqə var. Yavaş-yavaş gəlirlər həm yerlilərimiz. Xoş gördük. Sağ ol. Necəsən? Adın nədir? Şeyim Anar. Fransadan gəlmişəm, yəni buradan. Hansı şəhərdə Bor yaşayırsan? şəhərində yaşayıram. Uzaqdır buradan ora. Hardasa 400 kilometr var. 400 kilometr. Nə fikirləşsən bu gün hesab Məncə Azərbaycan udacaq. Azərbaycan olacaq. Görürsən həm yerlimiz deyir ki Azərbaycan olacaq. Mən inanıram ki Azərbaycan yaxşı bir nəticə göstərəcək. İnşallah, inşallah. Udacaq məndə. Bilmək olmaz, hər şey yəni bilmək olmaz, sürpriz də ola bilər. Necə ki Qarabağ. Qarabağda Benfica ilə sonra Kopenhagendən oldu. Heç kim gözləmirdi Qarabağdan ki qalib gələcək. İnşallah inanırıq ki uğurlu bir nəticə olar bizim üçün. Bu Azərbaycana uğurlar. Görək indi nə edəcəklər. Mən stadionların qabağında azərkeşlərlə həmişə belə challenge oyunlar aparıram. Yəni azərkeşlər yəni kiçik pul məbləği qazana bilərlər. Əgər istəyirlərsə iştirak eləmək. Mən istəyirdim Azərbaycanlılardan soruşum. Həvəsləri varsa, onlar da buyurub yəni iştirak edə bilərlər. Bəli, YouTube kanalımda inşallah sonra baxarsınız videoya. İnşallah uğurlu olsun. Çox sağ olun. Məmnun olardım ki siz də mənim kanalıma abunə olsunuz. Əlbəttə ki, deyərsiniz. Çox sağ olun. Qeyd edirəm. Çox sağ olun. Xoş geldin. Azərbaycanlılar yavaş-yavaş artır. Xoş gəlmisiniz. Necəsiniz millət? Hamı yaxşı. Hamı hansı şəhərlərdən gəlirsiniz? Paris'ten. Parisdən. Xoş gəlmisiniz. Nə fikirləşsən bu gün? Hesab Valla ben HTT görürüm. HTT. HTT ha. Ana qardaşımız dedi ki Azərbaycan qazanacaq bu gün. Qalib gələcək. İnşallah kazansa daha da yaxşı olar. İnşallah, inşallah. En yaxşı oyuncularımız Qarabağın oyuncuları hamısı gəlib. Mahir Əmrəli də İnşallah. Hə, əlbəttə. Hamısı Almaniyada buradalar. oynayır, Kaiserslautern'da oynayır Mahir Əmrəli. İnşallah indi görək də oyun necə keçəcək. Uşaqlar istəyirsə, kimin həvəsi varsa, Fransada yəni da zədəli oyuncular çoxdur, o bizə xeyirdir. Görək də inşallah. Görək necə olur. Adın nədir qardaş? Mamet, adım Mamet. Ahmet, sən də Parisdə yaşayırsan? No, Dijon'da. Dijon şəhərində. Çox uzaqdır buradan. Yox, buradan yox, Burgonya regionundadır. Ha. Sevdiyin komanda hansıdır? Klub. Barcelona. Barcelona. Ha, Barcelona, mən də Barcelona fanatıyam. Sən nə fikirləşsən bu gün Azərbaycan komandası? 2-1 Azərbaycanıdır. 2-1 Azərbaycan halal olsun. Nəriman Mahir Əmrəli 2 qol vuracaq. Aha, Birində Mahir Mbappé. Əmrəli. Mbappé vuracaq. Görək, görək. Əgər istəyirsənsə, həvəsin varsa biz burada challenge eləyə bilərik. Eləyək də. 5 evro qazana bilərsən. Eləyək, amma topla əlaqədar işlə olasın. Top nə əlaqədə olmasın, hə. Oyunçular, sənə oyunçuları göstərəcəm. Hə, okey. Futbolçuların oyunçularını 10 dənəsini deyə bilsən 5 evro qazanırsan. Yaxşı? Okey, başlayırıq challenge-ə. Nereye gibi? Salamlar və cənablar, hörmətli izləyicilər. Parisdəyik. Paris Saint-Germain stadionun qabağında. Dediyim kimi Azərbaycanlılar axı ki tapdım. İndi challenge oynayırıq. İndi mən adın nə idi qardaş? Mamet. Mamet. Mamet qardaşa
indi burada futbolçuların şəkillərini göstərəcəm. 10 dənə futbolçunun adını desə, tapsa 5 euro qazanır məndən. Başlayaq qədər. Başlayaq. Getdik. Birinci şəkil açıram. İbrahimovic. Ha, Axan kimi adını deyir. Zlatan İbrahimovic. Birincini tapdı. Keçirik ikinciyə. İkinci şəkil. Pele. Tam doğru. İkinci Pele. 3 kat dünya şampiyonu. 3 kat dünya çempionu. Düzdür. Ola bilsin çətin oyuncular da var da. 10 dərsini tapsan 5 euro qazanırsan. Immobile. Əla 3. 3 doğru cavab. Halal olsun. Beşiktaş oyuncusu. Beşiktaş. Ayso. Dördüncü. Arda Güler. Real Madrid'in oyuncusu. Arda Güler. Əla. Ex Fenerbahçe oyuncusu. Ha, düzdür. 4 dənəsini tapmışam ki. 5-ci. Lamine Yamal. Barcelona'dan Lamine geldi. Yamal 5-ci oyuncu tapdı. 5 dənə qaldı. 5-ini də tapsan Okey. 5 manat səndir. Açılır. Lionel Messi. Bu kim? Bu Dünyanın en yaxşı futbolcusu. Lionel Messi. Tarih boyu dünyanın en yaxşı futbolcusu. İki tane brand çək. Lionel Messi 6'sını tapdı. Qaldı 4'ü. Okey. Harry Kane. Harry Kane. 7 ya. 7. 3 tane qalıb görək. Oo. Jan Oblak. Jan Oblak havaldı. Havaldı sənə 8. 2 dənə qaldı. Aha. Görək indi bunu tanıyacaqsan yoxsa yox. Florian Wirtz. Havaldı. Daha sözüm yoxdur. Arkadaş bütün dünya oyuncuları tanıyırlar. 9 biri qaldı. Biri qaldı axırıncı. Pulisic. Əla Pulisic. 10 dənəsinə onunla da düz cavab verdi qardaş. Təbrik edirəm. Sağ olsun 5 manat qazandı. Buyur 5 manat sənin. Təbrik edirəm. Challenge-a davam edirik. Mehmet qardaş 5 manat qazandı, 5 euro. İndi Anar qardaşımızla davam edirik. Sən də topla istəyirsən challenge-ə ya şəkillərlə? Şəkillərlə. Çətin olar. 10 dənə şəkil göstərirəm. Tapson 5 manat sənindir. Başlayırıq. Balat yoksa euro. Euro. Çaşıram, eyvallah. Hə, euro. Getdik. 1. Ay. Bu tamam bro. O qədər hamısını bilirdi. Ha, Bu ben tamam bro. tanımadım. Bunu tanımadım. Amma yəni ondan sinəsində tapmalı. Yaxşı, heç olmasa yarısını tap. Lukaku. Ha, Lukaku. Düzdür. Lukaku düzdür. Sonra, ha, bunu tanımalısan 100%. Maradona. Maradona düzdür. Mikrofonu söndürməm. Hə. Maradona 3-ündən 2'sini tapdı. İndi Almanya yığma komandasının oyuncusudur. Mənim ən sevdiyim oyuncusu. 18 nömrə. Sən demə. 18 nömrə. Bombardir. Bombardierdi. Müller. Yox. Müller də bombardirdi, amma Müller bombardierdi. Peki. bilmədin ha. Yok tamamadım. Ha, təəssüf ki, ki bilirsən kimdir? Yox, Jürgen Klinsmann. Klinsmanndır ha. Klinsmann. Yaxşı. Yaxşı, tapamadı amma davam edir, yaxşı. bu kim? Ha, bu Neymar. Ha, Neymar. Bunu hamı tanıyır. Neymar Kafa bilmiyorum. özü şəkildir. Paris Saint-Germain'də oynayan vaxtında. Sonra. Aha. Zidane. Aha, Zidane. Doğrudur. Var tanıdım. İndi bax burada 3 dənə qalıb. Bu üçünü də tapsan 5 manat qazanırsan. Yaxşı. Üçünü də tapmalısan amma. Çalışacağım. Haydi bunu tanıyorum. Manchester bilirəm. Esin deməyin, deməyin. Bunu tanıyorum. Esin deməyin. Sen de bilirsin. Baxın millət. Manchester City'nin oyuncusudur. 3 dənə qalıb. Üçünü də tapsa 5 manat udur. Ha. Değil mi? Foden. Ayso, tapdı. Phil Foden. Deməyin, nə qədər? Yaxşı, değil mi? Sonra ikisi qaldı, ikisi. Aha. Kan. Oliver Kan. Ya. Bir dənə qalıb. Axırıncı oyuncusu. Zaxsan bütün dünya onu tanıyır. Cristiano Ronaldo. Sözüm Cristiano Ronaldo. Ana təbrik edirəm səni. Sağ ol, çox sağ ol. Dediyim kimi 5 manata qazandı. Yəni 10 dənəsindən 7'sini desən tapdın. 8'ini, ikisini tapandan deyir. Yoxsa ikisini. 5 euro səni. Təbrik edirəm səni. Çox iştirak elədiyin üçün. Kim topla challenge eləmək istəyir? Topla. Başınla 5 dəfə eləsən, 3 dənə
silmə şansın var. 5 dəfə topu siləsən, başına 5 euro qazanırsan. 3 dəfə? 5 dəfə. 3 şansın var. 5 dəfə yəni topu siləməlisən. Davay, başlayırıq. Adın nə oldu qardaş? Kamran. Kamran. İndi Kamran çalışacaq ki, 3 dəfəyə, yəni topu 5 dəfə başında siləməlidir. Yəni 5 dəfə siləyirsə başında 5 euro qazanır. Bol şans sana, Kamran qardaş. Görək neysən. Hə, biraz çəkin bir ağa qardaş. Hə, 5 dəfə. Sən bura keçənməzsən. Hə, yaxşı. Görək alınacaq yoxsa yox. Hə, ala getdi. 1, 2, 3. Aha, 3. Bir şansın getdi. 2 dənə qaldı. 2 şans. 1, 2, 3, 4, 5. Əla! Alındı, süper. Kamran 5 euro qazandı. Getir pulu. Arkadaş, ben sənin oğlundur. Allah saxlasın. Gördün özü bir tane marajını alarsın. Kim istiyor yine iştirak edersin? 5 dəfə başını silə də 5 euro kazanırsan. Okay, thank you. 1 minute. Davay. Yetti, 5 dəfə. 1, 2, 3. 2 şansın var. Ya Allah. 1, 2, 3, 4. Yok, 4. Sayılmır. Muhammed'in axırıncı şansıdır. Bunu da şeyləməsə... Ya eğileyim de. 5 dəfə çiləyəməsə uduzursan. Davay. 1, 2, 3, 4. Muhammed uduzdu. Çox soğuk iştirak eləməz. Bunu kəsərsin. Mikrofon. Oyunun başlamağına 1 saat qalıb. İndi biz stadiona daxil oluruq. Bizim biletlərimiz VIP-dir. Buradan qabaqdakı girişdən girəcəyik içəri. Azərbaycanlılarla da çox şad oldum tanış olmağıma. Minnətdaram. O challenge-də iştirak elədilər. 3 nəfər də yəni 5 euro qazandı. İndi gedirik stadiona, oradan gözəl bir çəkiliş, oyunu çəkəcəyik inşallah. Görək nə olur axırı. Azərbaycan. Nereye girək? Pusbaking. Videoları bəyənin, kanala abunə olun. Çox sağ olun, minnətdaram. Nereye girək? İnşallah Azərbaycanda, Bakıda görüşmək ümidi ilə. Biz buradan daxil olduq. VIP giriş. Yəni tez bazar bıraktılar bizi. Əlimizdə sumka var idi. Sumkanı aldılar. İçində o topu dedilər olmaz stadiona. Topu götürmək. Hazır bayrağımız əlimizdə. İndi VIP'lər buradan daxil olur stadiona. Nikana gəl. Yəni yeməyi, içməyi, kokteyl, şampanski zat, hər şey daxildir də VIP-yə. Acından da ölürəm. Gedək bir dənə bir şey içək görək. Həm susuzam, həm acam. Qolumuza qolbaq taxdılar. İlkənə, necədir? İndi oyun başlayana kimi bura VIP-dir. Burada yemək, içmək, hər şey var. Nə istəyirsən? İçkilər, şampanski, sonra yemək zat da olmalıdır. Kokteyl zat eləyirlər. Ne var yemeğe? Şampuan. Kokteyl sifariş eləmişik. Susuzdan ölürəm. Bonsoir, parlez français. Fransız pendiri dadına baxırıq. Çoxsu kalbasa zad var, donuz ətidir. Biz yemirik donuz əti. Fransız pendirin dadına baxırıq. Kokteyl verdilər. Burada da ki laks Azərbaycanda somon balığıdır deyəsən. Belə salatla nəsə üstündə var. Cəmaət özü üçün yəni kefdədir də burada yeyib içirlər. Mən də həyat yoldaşıma sürpriz eləmək istədim. Ona görə də o boyda yol gəlmişik Almaniyadan Parisə. Ona görə mən də VIP biletləri aldım. Sürpriz elədim. O da mənə çəkib. Nuş olsun. Nuş olsun millət, çox sağ olun. İlkanı acından ölür. Yoldaşım. Aha, nəsə gətirdilər indi. Salatdır, balıqdır, nədir? Burada da Fransız çörəyi, baget zat. Pendiri cəmaət söktü. Cəmaət acından ölür. Kalbasalar getdi. İndi yenə gətirəcəklər. Buradan da stadiona çıxırsan. Şimdi birazdan oyun başlayacaq. Buradan stadiona qalxırsan yuxarı.
Ancaq yəni kimi VIP bileti var, onları buraxırlar. Uşaqlar zəng eləyib, nənəsi uşaqların. Qaynanam uşaqlara baxır evdə. Sağ olsun, Allah onun canını sağ eləsin. İlkana uşaqlar üçün darıqdır. Burada belə nəsə verdilər, pendirlə. İçində də mal ətidir. İsti belə, içində mal əti var. Kofe, nə bilim nə. Qızım. Papa qurban. Salam. Necəsən? Yaxşısan? Mən onlara yaxşı baxır. Maç eləyirəm səni. Paris Saint-Germain'in stadionuna xoş gəlmişsiniz. Neve give up. Kusbaki. Hələ stadion da olmayıb. Çox gözəl stadiondur. Hələ oyuncular da hələ gəlməyiblər. İlkənə də məni çəkir. Bura VIP-dir. Rahat oturacaqlar. Nə bilim, yeməyi, içməyi, hamısı. Yedik, doyduq. Azərbaycan yığma komandası. Qırmızı formada, yoxsa? Renat Dadaşov. Renat Dadaşov. Mahir Əmrəli, bilməm, görə bilmirəm. O da hardasa buralardadır. Qapıda kim dayanır? Baxarıq sonra. Bu üst tərəfdə də Fransa. Öyle kimləri görürük. Fransa yığma komandası. Dembele zədəlidir. Mbappé nəsə görə bilmirəm. O da deyəsən heç oynamır. Oynayır. Baxın, Mbappé gəldi. Mbappé oynayır. Allah. İlkəni Fransızların arasında bir dənə Azərbaycan bayrağı. O da bizdə. Azərbaycanlılar o tərəfdə oturublar. Görürsünüz. Harsa bir, nə bilim, 200-300 nəfər var. Çox az azərkeş gəlib. Aris! Çox gözəl bir atmosfer. İşıqları söndürdülər. Amma öz telefonları ilə işıqları yandırıb. Belə bir gözəl mənzərə. Hoppa! Gözəl! Fransa bayrağı. İlkən də necədir? Sürpriz xoşuma gəldi. Çox gözəl. Yerimiz də əladır. Üst stadyonun ortası. Oyun başlayır. Azərbaycan və Fransa bayraqları. Çox gözəl. Ateşfəşanlıq. Parc des Princes. Paris Saint-Germain. Çox gözəl, çox gözəl. Ləzzət elədi. Bizim də bayrağımız. Halal olsun. Azərbaycan azərkeşləri orada gördüyünüz kimi küncdə təəssüf ki, çox az azərkeş gəlib. Hoppa! Getdi! Fransa! İndi Azərbaycanın himni səslənir. Amma ayağa qalxır. Bayrağınla məsud yaşa, qan tökməyə cümlə hazırıq. Azərbaycan yığma komandası oyuncuları ekranda görmək olur.
Teşekkürler. Jawohl. Merci beaucoup. Dankeschön, gracias. Çok sağ olun, teşekkür ederim. Kanalıma abone olmayı unutmayaq. İndi Fransa himni səslənir. Əziz futbol həvəskarları, oyun başladı, birinci dəqiqə. Başlayan kimi Fransa hücuma keçdi. Qapıya zərbə. Bəxtimiz gətirdi, top qapının üstündən keçdi. Heç olmasa birinci time gol buraxmayaq. Gözəl. Axıra kimi vuruşaq. Yəni məğlub olsaq da böyük hesabla məğlub olmayaq. Mənim yadımdadır, uşaqlıqda bilməm neçənci il idi. Biz 10-0 məğlub olmuşduq Fransaya. Əgər səhv demirəmsə. Bizdə hücumda Mahir Əmrəli Almanya 2-ci Bundesligasında oynayır, Kaiserslautern'da. Renat Dadaşov səhv eləmirəmsə İsveçdə oynayır. Yoxsa yox, Polşaya deyəsən keçdi, hə. Əvvəl o İsveçdə idi, Grasshoppers komandasında. Oradan keçdi Polşanın hansısa bir klubuna. Qapıda Məhəmməd Əliyev. O deyəsə Qarabağın qapıçısıdır. Yoxsa köhnə qapıçısıdır Qarabağın. Top hələ də Fransada. Yəni bizim ayağımıza heç top dəymir. Aha, Mbappé hücuma keçir. Yaxşı qurtardıq. Bizim qrupda Fransadır, Azərbaycan, İslandiya, bir də Ukrayna. Yəni İslandiya 5-0 məğlub olduq. Yəni Ukrayna da yaxşı oynayır mənim fikrimcə. Onlar da çox güclüdülər. Yəni biz qrupda məncə axırıncı yeri tutacağıq. Fransa yenidən hücuma keçir. Aha, Mbappé gözəl bir pas. Qapıya zərbə. Gözəl, Məhəmməd Əliyev topu çıxarda bildi. İlkanə sevinir ki, yəni gol olmadı. Top qapıya girmədi. İkinciden zərbə Fransa. Aha. Geçen. Getdin, Mahir. Hele ki 0-0'dır. Fransa hücuma keçir. Ama bizimkiler de güçlüydü ya. Ayağından da top elə ancaq Fransadadır. Bizimkilərin o ayağına dəymir top. Şimdi 4-5 tane vuracaqlar. Ich glaube an euch. Ja. Erste Halbzeit 2-0. Never give up. On dördüncü dəqiqə hələ ki 0-0'dır. Gol bırakmamışım. Əla. Şükür Allah. Əsas odur ki gol bırakmır. ...25. dəqiqə hesab hələ də açılmayıb. Yəni halal olsun Azərbaycan yığma komandasına 25 dəqiqə dözmüşük Fransaya qarşı. Hələ gol bırakmamışıq. Park de Prince stadionudur bura. Paris Saint-Germain oyunları burada oynayır evdə. Düz bu stadionun yanında başka bir stadion da var. Orada FC Paris'in
stadionudur. Ora biraz buradan balacadır. Amma çox belə maraqlıdır. 2 stadion yanbayan, 2 klub. İkisi də Parisin klubudur. Qarabağa uğurlar diləyirəm. 2 oyundan 2 qalibiyyət. Yəni yatsaq yuxumuzda belə görənməzdik ki, Qarabağ Benfica'ya qarşı qalib gələcək. Yəni 2-0 öndə idi Benfica. Qarabağ gəldi, 3-2 oyunu çevirdi. Sonra da evdə Kopenhagenə qarşı qalib gəldi. 3-cü oyun deyəsən İspanya'da olacaq, Bilbao'ya qarşı. Görək oradan olacaq. Heç-heçə oynasalar bir xal, min bərəkət. Əsas uduzmasınlar. Heç nə eləmədi oyunçu. Yalandan özünü atır yerə. Zərbə zərbəsi. Birinci tayımın qurtarmağına az qaldı. Hesab elə də açılır. Danışmaqda boğazım qurudu. Dedim bir dənə kokteyl için. Allah. Belki de HSS olacaq. Oyun HSS tutaracaq. 0-0. Aha, geçti. Allah. Sana gelin. Allah. Haydi. Güzel. Böyle devam edeyim. Allah. Sehr gut. Fransa çalışır ki birinci hissədə hesabı açsın. Birinci hissənin qurtarmağına 5 dəqiqə qalıb. Daha da az. Desin 4 dəqiqə. Topu ayaqlarının arasına atır və qapıya zərbə. Zərbəsi çox zəif idi. Ona görə gol olmadı. İlkanə sevinir ki, hələ gol olmuyor. Amma məhtər qalmışam ki, Fransa hələ bir gol vura bilməyib bizə. Halal olsun. İkinci yarı Le quatrième arbitre marque un temps additionnel de 2 minutes. 2 dəqiqə. 2 minut 2 dəqiqə. 2 dəqiqə artırdılar ha. O burada security polis hər yer doludur. Mbappe gedir, Messi, Mbappe. Gol. 1-0. Mbappe vurdu. Bütün oyuncuları keçdi. Tek. 1-0 Fransa. Fransa 1-0. Gol. Mbappe 1-0. Gördüğünüz gibi çok güzel bir gol vurdu. Harisa bir 3-4 tane oyuncusunu keçdi. Sonra kapıya zərbə və gol. 1-0 Mbappe. İlkanə ne oldu? Duaların qəbul olunmadı. Fransa vurdu. Nereye give up? Mbappe. 1-0. Dedim ne vuracaqlar da. Hələ yaxşı 44-cü dəqiqə kimi dözdük. 45-ci dəqiqə kimi. Çox gözəl gol oldu ama. İlk hissə bitti. 45-ci dəqiqədə Fransa 1-0 öne keçdi. Yaxşı oynayırıq. Bir də kimi yəni bir dənə gol bırakmışıqsa deməli yaxşı oynayırıq. Görək ikinci hissə nə olacaq. Kanalımda olmayı unutmayın. Nereye give up?
Əziz futbol həvəskarları, ikinci hissə başlayıb. Biz biraz gecikdik. Popcorn almaq istəyirdik. Belə 10 dəqiqə orada gözləmiş. 54-cü dəqiqədir, ya da 1-0'dır hələ ki. İndi Fransa sağdan sola oynayır. Aha, gözəl. Oo. Aha, cərimə zərbəsi. Bu elə yiyir səhərdən axşama kimi. Nə qədər yiyərlər. Popcorn. Kinoya gəlib elə bir popcorn yiyor, baxır. Sabah da inşallah çıxacaq şəhərə, Parisi gəzməyə. Eiffel qülləsinə gedəcəyik. Louvre muzeyinə gedəcəyik. Gedək oradakı şəkillərə baxaq. Mona Lisa zat. Sonra belə bir muzey var. Aktyorların zaten heykəlləri var orada. Madame Tussauds Madame Tussauds muzeyinə gedəcəyik inşallah. 2 gün hələ buradayıq. Bazar günü axşam poyuz çıxır. Saat 5'də. Paris Frankfurt. Fransızlar yine kızıştılar. Nəsə elə bir hiss edirəm. İndi ikinci gol gələcək. Nəsə elə bir hiss edirəm. O görək. Tiki-taka oynayırlar ha, tiki-taka bax. Ne oldu? Aha, 9 nömrə yıxıldı. Buradan Neftçinin qapıçısı Emil Balayevə salamlarımı göndərirəm. Emil, əziz qardaşım. Öpürəm səni, bağrıma basıram. Sən mənim üçün həmişə nömrə 1 olmusan. Elə nömrə 1-də qalacaqsan. Biz çoxdan dostluq eləyirik Emil Balayevlə. O neçə il bundan qabaq burada Eintracht Frankfurt'da oynayanda Almanya'da ben onunla tanış olmuştum. Çok güzel bir insandı. Allah ona can sağlığı versin. Emil Balayev'e. İnşallah Bakıya gələndə mütləq onunla görüşəcəm. Mbappe zərbə. Top Mahir Emrəli'də. Ne oldu yine? Sarı kart. Aha. Sarı kart verdi. 14 nömrə. Rabiot'tu deyəsən, Rabiot. Ben bir neçə ay bundan əvvəl getmişdim Kaiserslautern şəhərinə. Onda Kaiserslautern Schalke'ye qarşı oynayırdı. Kaiserslautern 1-0 qalib gəldi oyunu. Mahir Emrəli de oynayırdı. Sağ olsun. Sonra mənə Instagram'da yazdı ki, xoş gəlmişsən stadiona, oyuna baxmağa. Çalışıram ki, oyla bir görüşüm, bir video çəkim. Təəssüf ki, hələ Mahir'dən bir cavabı yoxdur. Mbappe getdi. Yaxşı qurtardı. Gol olmadı. Güzel bir hücumdan sonra qəşəng bir zərbə oldu qapıya. Ama düz üstündən keçdi. Ştanganın üstündən. Gol! Gol 2-0 Fransa. Küncdən zərbədən sonra 2-0 Fransa. İkinci golü yedi. Baş zərbəsiyle Rabiot başıyla kapıya vurdu topu ve gol. Rabiot 2-0.
İlkana ne oldu? Gemilerin battı 2-0. Frans 2-0. Les changements pour l'équipe de France. Qui ça va? Avec la sortie du buteur numéro 14, Adrien Rabiot. Bizimkilərdən daha səsləmir yoxdur. Également, le changement et la sortie du numéro 11, Michael. Oyuncu dəyişikliyi. Olise çıxır. İki-0. Devam edirik inşallah, devam edirik. Şad. Osman Popcorn. Burada Orhan əsəbdə popcorn tutardı. bir de patika popcornu yedi mi? Görürəm, yox da heç nə. Bir de ayağımızı top değmir. Bu ne şeydi? Bu ne oyun? Cavidan bundan yaxşı oynayır. Aylinlə. Dur, vəbşə gedə evə, dur. Söz 2-0. Yenə hazır. Şimdi birini de vuracaklar hala. O görmək istəmirəm, evə istəyirəm. Laola böyle gelir. Biz tarafa. Aha. Laola. Şimdi bizim o sırada ayağa kalkırıq. 3, 2, 1. Hey! Dalga. Laola dalgası. Gitti. Subscribe my channel, abone olun. Aboneyim biti. Niş vergesin. Lan ki şöyle bitti şu. Azərbaycan zaman eləyir. Daşdemirov daxil olur. Bayramov çıxır. 78-ci dəqiqə. Oyunun sonuna 12 dəqiqə qalıb. Fransada oyuncu dəyişikliyi. Koman çıxır. Nkungu girir. Nkungu deyəsə Chelsea'də oynayır. Également la sortie du numéro Əvvəl Almanyada oynayırdı. Şeydə RB Leipzigdə. et l'entrée du numéro Deyəsə Leipzigdən getdi. Bir dənə də Zamen Fransada oyuncu dəyişikliyi. Yenə rus sözlərini soxuram. Allah, incimeyin məndən. Mbappé zədələndi ayağından. Oynaya bilmir. Oyuncu dəyişikliyi. Mbappé çıxmalıdır. Təəssüf ki, yazığı vurdular, şikəst elədilər. İndi Real Madriddə nə edəcək? Hələ oynaya bilməyəcək. Daha onsuz da udurlar da 2-0. Daha çox zədələnince elə oyundan çıxması yaxşıdır. changement pour l'équipe de France avec la sortie du capitaine, premier buteur, Kylian. Mbappé! Et l'entrée du numéro 20, Florian. Tauvin daxil olur oyuna. Tauvin. 20 nömrəli oyuncu Tauvin. Mbappé çıxdı, təəssüf ki, zədələndi. Didier Deschamps. Yəni belə məsləhət bildi ki, yəni zədələnibsə oynamasa yaxşıdır. 2-0 83-cü dəqiqə. Az qaldı oyunun bitməsinə. Görək nə olacaq. Fransa 3-cü qolu vura biləcək yoxsa yox? Yoxsa biz qol vuracaq. Öz qapımıza. O da ola bilər. Gözəl. 3-0. Fransa verdi. 3-0. Üçüncü qolu çəkə bilmədim. Gecişdim. Option 3-0. Elə bilirdim ki, vuracaqlar. Kim vurdu?
repris par le numéro 20. Florian! Ha, bu indi girmişdik oyuna. Taubin. Ha, Mbappe'nin əvəzinə daxil oldu. Taubin 3-0. 3-0. Bu da axırı. Azerbaïdjan! 0-0. Yavur olduq yenə. Hey Kənə, nə deyirsən? Sənə dedim, 3-4 dən vuracaqlar, inanmırdın mənə. Amma heç nə olmaz, canın sağ olsun. Biz ki varıq, Azərbaycanlılarıq. 3-0. Orada bir dayday əlində Azərbaycan bayrağı. Fransızların arasında oturub. Ha, yox. So. Oyun bitti. Fransa 3, Azerbaycan 0. Sağ olun, gelen görüşlere dek. Fransa'dan herkese selamlar. Sağ olun. Kanalıma abone olmayı unutmayın dostlar. Nereye gibi?